Tanımlanırdı. Böyle bir günün ağlasına eğlenmişik, çok yüksek seviyede. Fəhræddin gelmemişti, sürmüştü yoluna. Ama o Qədir hakkında Fəhræddin'le güzel müsahibeler edildi. Yani unutma olmaz. Ve Semirənin tədbiri de bizim güzel yazısımız ve muamın dərindən bilən, özünün de güzel səsi var, belki Mustafa bir olmaz. Mustafa müəllim aparır nazirisi. Ben Qədir'i çok istiyorum. Demək, Qədir hayatımızda, hayatımın mənim. Qədir, ne bileyim, belki de yaxşı olmağım Qədir edeyim məni. Çünkü ben ne şehir yazmışam, ben hikaye. 17 yaşım olanda Qədir Rüstəmov'dan evleri gönleren povesti yazmış. Mənə o kadar təsirlənmiş son hissəsi, bir dəfə adamdakı təkrarlarını 67'ye 68'dir. Deməli, Tursudaydı. Futbol olanda Türkiye'de o vaxt hamıda radyo yoktu. Türkiye'de radyo olurdu. Yığılışında hamı başına futbol var. Böyle o Sarı Baba'nın döşünde. Gördüm hamı qaçır Sarı Baba'nın döşüne. Dedim yakın futbol var, neyse oynuyor. Şimdi oynamaz. Tursuda'ya ona göre diyor. Ona herhalde. Ben de yürüdüm, her bazı seviştim, lafıları seçtim. Ve geldik ilk defa sona ürünler mahsusunu okudu. Ve ben uşaq oldum, 7'de 8'de okudum, beni dərəcə. Ondan sonra da başladım həmişə Qədir haqqında fikirləşirlər. Qədir haqqında çox şeir yazılır. İkisini elə belə şeir demir ki, bir Vaqif Cəlil yazıb. İkinci Düş televizordan Qədir Rüstəmov. Ulu səs gözəldir, qeybdən gələndə göydən gəlir. Yani Qədirin səsi qeybdən gəlir, göydən gəlir. Özü də həqiqətən Qədir televizorda oxuya bilmir. Çünki sıxılır, sərbəst olmur. Ürəyi istədiyi kimi özünü apara bilmir. Artıq özü toyur, istədiyi kimi olsun ya məclisdə hamısı. Sonra qulaq səsində var, deyir ki, Qədir adamımızda olan hissəsidir, işğallar. Bir de en çok hoşuma gelen Qaçaq Köçərlinindir. Deyir, Qədir, səsimi yaramın üstüne sarayım. Ve həqiqətən də Qədirin səsi məlhəmdir. Yaramın üstüne sarayanda bize yaramı sağlar. 30 yıl adamsı olanda Qədirin səsiyle adamlı oldu. 30 yıl. Ben hem de hemşirik arasında oldum. Ama Qədirin səsiyle oldu. Ve ne diyeyim Qədir hakkında? Həmişə yazmışam, Musa müəllim dedi, əsas da ova getməyə xoşlayardı. Mən də hərdən ova gedərdim Qədirdən, yanına düşür. Özləri xoşlamazdı, balıq tutardı. Güya mən istəkli dostuyum. Dostu deyil, Qədir dostu olmuyor. Yani istəkli adamlardan bilirdi. Və mənə də deyildi ki, git o tərəf otur, 50 metr otur. Tək oturmağa xoşdur. Çünki deyildi ki, maddi çağır. Balığı çəkəndə elə bilən fil çəkilən, tüloğa düşəndə. Bir də çoxlu balıq tuturdu. Dedim, bunu neyizlə deyilək, yalan qalan paylaşan da onun boşu, əli gədirim onun boşu, əncə balıq yeyirdi, ya o kuşu yeyirdi. Bir də deməli yedirik, nəyəsə bir maşındır. Qədir hərdən maşında okurdu, pişirir, ne bilin, ya söyüşən okurdu, ya nəyəsə. Hatta adam uşaqlarında vardı, Qədir oxuduğu yerde səsi yazı yolu kim geçsi, onu bir söyür, daha sonra gene başladı. Deməli, bizim qabağımızdan bir şey keçdi, qaçqınız. O da qalxdı orada zorla gətirdi, Oğuzları zorla gətirdi, yalvardı bıçaqdı. Deməli, qabağımızdan bir şey keçəndə, ama dedi, vay gələ var, qabağımızdan bir şey keçdi. Dedi ki, o bir şeyin bəxti gətirdi, onun qabağından biz çıxmış. Ve sonra da qaydana görə bir şeyin həqiqətən başında. Bir dənə vardı, ben yapsam da biraz vardı, Qədir haqqında çox demək günahdır. Ürəyəm yol çoxdan olacaq, özdə musiki var.
okuyacaklar. Ve ben tez ağlama getirdim. Qədir hakkında en güzel müsahibəni yazan Seyran Səhadə. Ağlamda ağüstü sözler geldi. Qədir sonra müsahibə verən bir şey söylədi. O başka şey. Ama Seyran müsahibəsi. Orada da bazı cümle atmıştı. Mənim yazdım polisin adında qəhrəmanın adı Beyrək. O vaxt adamın azyazını yazmağa qoymuşdu o vaxt. Beyrək koymuştum. Seyran yazda bilirsin, onu devamlı aldı Beyrək. Yok çünkü Börək. Neyse, sonra ki təzə çıxmış, bunlar getmişik toya adamla. Adamın toya getmişik, bu da okuyoruz. Birden beni görmüş, olsun. Okumaya sakladım. Dedəz zaten Mostafa Mehmet onu elə. Mən yeməmişim.